Litasfer. Deməli, uşaqlar, biz coğrafiyada öyrəndiyimiz 4 əsas bölmə var. 4 plus 1 deyək də buna biz. Nədir bu? Litasfer, atmosfer, hidrosfer, biosfer bölməsidir. Bunlar coğrafiyanın onurğa sütunu olan bölmələrdir. Bir də üzərisinə bir gəlirəm, hansını bu litosferə qədər olan hissəni gəlirəm. O saat qurşaqları, günəşin düşmə bucaqlarıdır, kainat mövzusu falan bunları gəlirəm. Ki bunlar qəbulda ortalama bir 17-18 dənə sualımız deməkdir. Yəni bunu biz fiziki coğrafiyanın içərisində öyrənirik və fiziki coğrafiyadan demək olar ki, Azərbaycan da fiziki coğrafiyası daxil olmaqla bir yerdə bir 18 dənə sual ən azı orada biz qəbulda görə bilirik. Yerdə qalan suallar isə siyasi, iqtisadi coğrafiyadan və ya qarışıq suallar şəklində ola bilər. Ona görə də biz bu bölmələri mütləq şəkildə mükəmməl öyrənməliyik. Və ilk öyrəndiyimiz bölmələr litosfer bölməsidir. Litosfer bölməsində biz yerin quruluşu haqqında, onun yaranması haqqında məlumatlar öyrənirik. Yəni yer kürəsi necə formalaşdı, burada hansı qatlardan ibarət olması olsun, onun üzərisində olan dağlar, düzənliklər, çökəkliklər, nə bilim qüvvələr var, daxili qüvvələr, xarici qüvvələr, süxurlar olsun, faydalı qazıntılar olsun. Bunların hamısını biz öyrənib litosfer bölməsində. Yəni litosfer yerin daş təbəqəsidir. Belə desək, elmi şəkildə yerin daş təbəqəsi litosfer adlanır. Litosferdən sonra artıq biz öyrənirik atmosfer bölməsini. Bu artıq yerin hava təbəqəsi deməkdir. Burada hava şəraiti daxilində, yəni ki, yağışın yağması olsun, buludun formalaşması, iqlimin əmələ gəlməsi və sairə digər təbiət hadisələrini öyrənirik. Sonra gəlirik hidrosfer bölməsinə. Artıq orada biz yerin su təbəqəsini öyrənirik. Dənizlər, okeanlar, çaylar, göllər və sairə bunları öyrənirik. Ən sonda isə biosfer bölməsində artıq yerin yerdə olan canlı orqanizmlər, canlı aləm, heyvanat, bitki aləmi haqqında, torpağı haqqında və sairə məlumatları da burada əldə edirik. Yaranmasına görə yadımızda saxlayaq. Bax, biz mövzu baxımından ardıcıl gedirik. Litosfer, atmosfer, hidrosfer, biosfer gedirik. Amma yaranmasına görə yadda qalsın ki, ilk yaranmışdır atmosfer. Atmosferdən sonra hidrosfer yarandı. Daha sonra isə litosfer tam formalaşdı. Bax, litosfer tam formalaşdı. Daha sonra isə ən sonunda biosfer, yəni biz əhatə edən canlı orqanizmə yaranmağa başladı. Yer inkişafının iki dənə mərhələsi var. Deməli, biri planetar inkişaf mərhələsidir, bir də geoloji inkişaf mərhələsidir. Planetar inkişaf mərhələsi nədir? Yerin bir planet kimi formalaşmasından danışırıq biz burada. Yer ilkin olaraqdan bir planet kimi formalaşmağa başladı. Nə oldu? Yəni belə düşünək ki, biz bunu soyuq bir səma cismi yarandı. Yəni biz bunu kainat mövzusundan bilirik ki, böyük partlayış nəzəriyyəsi var idi. Böyük partlayışa görə 13,8 təxminən 14 milyard bundan əvvəl səmada günəşə bənzər bir cismin partlaması baş verdi. Partlayan zaman onun qalıqlarından planetlər formalaşdı deyə bir nəzəriyyə var bizim düşüncəmizdə. Belə düşünək də bunu o kinolarda falan görürsüz ən azından. O qumbara atırlar, qumbara partlayır, qəlpələri saçılır ətrafa. Onun kimi düşünün ki, partladı, ətrafa saçıldı və orada digər planetlər artıq formalaşmağa başladı. Bunlardan biri də bizim yer kürəmiz idi. Yer kürəsi bir planet kimi formalaşmağa başladı. İlk olaraqdan nə oldu? Soyuq yer yarandı. Burada bir ardıcıllığımız var bizim. Bu ardıcıllıq mütləq şəkildə bilinməlidir. Birinci deyirik ki, nə oldu? İlk soyuq yer yarandı. İlkin soyuq yerin yaranması baş verdi. Soyuq yer yarandıqdan sonra bunun üzərisində artıq müəyyən proseslər başlayacaqdır. İkinci mərhələdə artıq nə olacaqdır? Yerin nüvəsi yaranacaqdır. Üçüncü mərhələdə artıq mantia yaranacaqdır. Deməli, soyuq yeri yaratdıq. Yeri yaratdıqdan sonra bunun mərkəzində bir nüvəni aktivləşdiririk. Yəni bu gün məsəl üçün yerdə həyatın var olmasının səbəblərindən biri yerin nüvəsinin aktiv olmasıdır. Yerin nüvəsi aktivdir və orada həyat nədir artıq var. Nüvə nə vaxtsa sönərsə, dayanarsa artıq yerdə həyat da ki, nə olacaq? Tədricən yox olmağa başlayacaqdır təbii ki. Yerin nüvəsini yaratdıq və mantiyanı yaratdıq. Mantiyada nə idi? Mantiyada nə var idi? Nüvələr ilk olaraq bunu deyək. Nüvədə nə var idi? Nüvədə ərimiş halda olan maddələr var idi. Müxtəlif maddələr var idi. Sonra
Ağır maddələr aşağı çökməyə başladı, yüngül maddələr yuxarıda qaldılar. Yəni bunu belə düşünə bilərsiniz ki, suyun içərisinə məsəl üçün yerdən bir ovuc torpaq götürüb atsaq, torpağın içərisində olan kiçik o daş parçaları nə edəcək? Ağırdır deyə aşağı çökəcəklər, yüngüllər yuxarıda qalacaq da. Yəni bu da belə düşünün ki, bunu ağırlar aşağı çöktülər, yüngüllər yuxarıda qaldı və mantia formalaşdı. Mantia deyəndə yəqin ki, ağlımıza nə gəlir? Ərimiş lava gəlir ağlımıza, qaynaq odlu lava gəlir ağlımıza. Bəli, lavadan ibarət olan mantia formalaşdı. Daha sonraki mərhələdə isə, dördüncü mərhələmizdə nə oldu? Kütləvi vulkan püskürdü. Kütləvi vulkanlar püskürməsi baş verdi. Kütləvi vulkanlar püskürəndən sonra yer səthinin üzərisində bir dənə ilk nə oldu? Bazalt tərkibli yer qabığı yarandı. Bazalt tərkibi yer qabığı yarandı. Bazalt tərkibi yer qabığı yarandıqdan sonra ilk atmosfer yarandı. Sonra isə ilk hidrosfer nə etdi? Yaranması baş verdi. Bax, yerin yaranmasının bu ardıcıllığı var. Bu ardıcıllıq bu şəkildə yadımızda qalmalıdır. Sınaqlarda, testlərdə falan qarşımıza bu çıxır ha. Timin testində də buna aid suallar, cədvəl sualları var. Demək, nə oldu? Təkrar gedək. Soyuq yer yarandı, nüvə yarandı, mantia yarandı, kütləvi vulkan püskürdü, ilkin baza tərkibi yer Səviyyəvi qabığı yarandı, sualdan ilk təkrar edin. atmosfer və ilk hidrosferlə tam artıq yekunlaşdıq yerin yaranmasını deyəcəksən. Belə deyim də, bunu elə deməyim, düz çıxmır. Tam yekunlaşmadıq. Yerin yaranması davam etdi növbətçisidir. Sadəcə olaraq biz burada yerin planetar inkişaf mərhələsini sonlandırdıq. Bu hissə ilə planetarı sonlandırdıq. İndi gəl bunun digərlərini, ilk üç dənəsini təhlil etdik, digərlərini təhlil edək. Kütləvi vulkan püskürməsi. Kütləvi vulkan püskürməsi nə idi? Niyə baş verirdi kütləvi vulkan püskürməsi? Deyirsən ki, o zamanlar yer ilkin yaranan zaman nüvə aktivləşmişdi. Mantia isti lavadan ibarət idi mantiyada və yer qabığı yox idi. Yer qabığı olmadığına görə həmin bu lavalar yer səthinə doğru axmağa başlayırdı ki, buna biz kütləvi vulkan püskürmələri nə edirdik? Adlandırırdıq deyəcəksiniz. Bunu belə təsəvvür edə bilərsiniz ki, məsəl üçün bir dənə butulka götürür, içində su ilə doldurub butulkanın ağzına qədər e, butulkanın ağzı açıq olan vaxtı ortadan butulkanı götürüb belə sıxanda nə olur? Su içindən axır çölə də. Yer qabığı yer kürəsi, yəni ilkin olaraq o vəziyyətdə idi. Üzündə bir qabıq yox idi deyə lava axıb çölə çıxırdı. Daha sonra gətirdik onun ağzına bir qapaq bağladıq. Qapağımız nədir? Bazalt tərkibi yer qabığı. İlkin bazalt tərkibi yer qabığı. Gətirdik onu bağladıq onun ağzına, elə ki üzərisinə yer qabığını qoyduq və nə oldu? O vulkan püskürmələri artıq yavaş-yavaş səngiməyə başladılar. Ha, deməli, kütləvi vulkan püskürməsinin səbəbi nə oldu? Deyəndə deyirik ki, yer qabığının olmaması. Bir də dərsi oxuyan zaman həmişə özünüzə dərsdə niyə sualını verin də. Yəni mən sizə bunu çox görəcəksiniz. Həmişə məsələn mən səndən soruşacağam ki, kütləvi vulkan deyəsən mənə cavabı, mən sənə deyəcəm niyə kütləvi vulkan püskürürdü? Nə bilim, deyəcəm sənə niyə yer qabığı yox idi? Nə bilim, niyə ilkin yer qabığı bazalt tərkibli idi? Yəni bu həmişə özünüzə dərsi oxuyanda da ki, niyə sualını verin ki, daha aydın olsun həmişə sizə. Kütləvi vulkan püskürməsi baş verdi bu səbəbdən. Kütləvi vulkan püskürməsini başqa deyimlə biz adlandırırıq ay erası. Ay erası biz bunu niyə adlandırırdıq? Ona görə adlandırırdıq ki, ayın səthində də bu şəkildə həmin bu püskürmələrdən baş vermişdi deyə, orada da bu hadisə olmuşdu deyə biz buna ay erası deyirik. Yəni eyni vaxtda baş verdiyinə görə deyirik ki, ay erası adlanırdı. Kütləvi vulkanı püskürtdük. Yəni düşünürük ki, bir dənə belə deyək də, nə bilim, o haqda nə təsəvvür edə bilərik biz beynimizdə. Hər hansı bir əritdiyimiz bir maddə olsun. Adətə deyək ki, belə bir salafan falan yandırıb eləyirsiniz də, klok falan yandırıbsınız da yəqin ki. O yanır, yumşaq olur, sonra bərkiyir ani bir vaxtda. Elə düşünün bunu. Kütləvi vulkan püskürür deyə ki, o yumşaq idi. Çıxdı çölə və çöldə nə oldu? Ani vaxtda soyuma baş verdi. Soyudu və ilkin bazalt tərkibi yer qabığı yarandı. Bazalt yadımızda qalsın. Maqmatik mənşəli suxurdur. Bax, bunu biz deyəcəyik irəliləyən dərsimizdə ki, bazalt nə mənşəlidir? Maqmatik mənşəli suxurdur. Yəni niyə maqmatik mənşəli suxurdur? Çünki o maqmadan gəldiyinə görə, mantiyadan gəldiyinə görə maqmatik mənşəli suxur idi. Onun tərkibi dəmir filizindən zəngin olan bir suxurdan ibarət idi deyəcəksən.
İlkin yer qabığında şükür Allah yaratdıq. Nazik də olsa bir yer qabığımız artıq var və yer səthində o vulkan püskürmələri səngiməyə başlayır. İlkin atmosfer yaranır artıq. İlk olaraq atmosfer, zəif atmosfer təbəqəsi yaranmağa başladı. Atmosfer təbəqəsi yarandıqdan sonra isə havada artıq yavaş-yavaş soyuma, temperaturun enməsi baş verdi. Buna qədər temperatur çox yüksək idi, amma bundan sonra artıq yavaş-yavaş nə oldu? Temperaturun enməsini biz müşahidə edəcəyik. Endi və kütləvi yağışlar yağdı. Nə oldu? Kondensasiya baş verir. Nədir kondensasiya? Kondensasiya var, bir də var sublimasiya. Kondensasiya uşaqlar suyun buxar halından maye halına keçməsidir. Su buxar vəziyyətindən maye vəziyyətinə keçdi, oldu kondensasiya. Su buxar vəziyyətindən bərk vəziyyətə keçən zaman isə olacaqdır nə? Sublimasiya. Bax, məsəl üçün, yağış yağır, eləmi? Maye formadadır da yağış. Bu nədir? Kondensasiya. Qar yağır, qar nədir artıq? Dolu yağır, nədir artıq? Bərk formadadır deyə bu olacaq artıq sublimasiya deyəcəksən. Deməli, havanın soyuması baş verdi və kondensasiya baş verdi burada. Hava kütləvi şəkildə yağışlar yağmağa başladı deyəcəksən. Təbii ki, də burada yağışların yağmasında uşaqlar yadda qalsın ki, yerdə olan ümumiyyətlə suyun yaranmasında yerin daxilindən gələn suların da təsiri var idi. Biz bunu deyəcəyik hidrosfer bölməsində. Yuvenil suları deyirlər. Yuvenil suları. Yuvenil suları. Yuvenil suları nələrdir? Bu mantiyadan gələn sulardır. Mantiyadan sular hardan gəlirdi? Vulkan püskürən zaman vulkanın tərkibində lava ilə yanaşı su da var idi. Amma su maye formada deyildi, buxar formasındaydı. O qalıqdı havaya, soyudu və kütləvi yağışlar yağdırdı və yer səthində su təbəqəsi əmələ gəldi. Və hidrosfer yarandı. İlkin hidrosfer nə adlanırdı? Pantalas. İlkin su sahəsi nə adlanırdı? Pantalas. Yəni ki, biz yerin planetar inkişaf mərhələsini nə ilə yekunlaşdırırıq? Pantalasın yaranması ilə yekunlaşdırırıq. Pantalas yarandı, planetar mərhələ bitdi və yeni bir mərhələ artıq yaranmağa başlayacaqdır. Buna biz geoloji mərhələ deyəcəyik. Burada qaranlıq qalan, sizə aydın olmayan nəsə var? Aha. Xeyr mi? Yoxdur, lap yaxşı. Bu nədir belə? Allah. Hı. Baxın, yəni yer yaranan zaman ilkin vəziyyətdə bax bu şəkildə olub. Yəni ki, ilkin su sahəsi olub, tamamilə yəni ki, örtüb ayıb. Quru sahəsi ümumiyyətlə heç olmayıb da orada. Vahid sudan ibarət olub. E, bütövlükdə heç bir yerdə quru olmayıb. Sonra ikinci mərhələ olan geoloji inkişaf mərhələsi baş verir. Geoloji inkişaf mərhələsində artıq nələr baş verəcəkdir? Gəlirik geoloji inkişaf mərhələsinə. Yerin geoloji inkişaf mərhələsi. Geoloji inkişaf mərhələsində artıq yer kürəsinin tam kürə formasında formalaşması, onun üzərisində olan proseslərin baş verməsi, dağların, düzənliklərin yaranması ilə oldu. Yerin geoloji inkişaf mərhələsinə baş verdi. İndi burada təbii ki, geoloji inkişaf mərhələsi günümüzdə də davam etməkdədir. Çox geniş bir mərhələdir o geoloji inkişaf mərhələsi. Amma əsas qabağımıza çıxan suallarda biz tapmalı olduğumuz nədir? Məsəl üçün sənə sual verir ki, uyğunluğu müəyyənləşdirin. Planetar mərhələ və geoloji mərhələ götürürlər. Deyir ki, kütləvi vulkan püskürməsi baş verdi. Deyirsən ki, bu məsəl üçün planetar inkişaf mərhələsində oldu. Belə bir cümlədə deyə bilər. Vulkan püskürmələri davam edirdi. Bax, geoloji mərhələnin ilkin variantında hələ də həmin o vulkan püskürmələri baş verirdi. Məsəl üçün, sual verir sənə, deyir ki, dağlar yarandı. Bu artıq geoloji mərhələdir. Okeanlar yarandı. Geoloji mərhələdir. Faydalı qazıntılar yarandı. Bu artıq nədir? Geoloji mərhələdir. Yəni biz elə bil ki, belə deyək də, adi məsəl üçün rəssamlar şəkil çəkəndə nə edirlər? İlkin olaraq o şəklin sxemasını qururlar, onurğa sütununu qururlar, qrafiklər üzərisində. O yaxşı rəssamdan söhbət edir təbii ki də. İlkin olaraq o sxemasını qururlar, sonra başlayırlar onun üzərisində digər detalları işləməyə.
Yer kürəsi də belə yarandı da. İlkin olaraq biz maketi qurduq və başladıq artıq planetlərdən sonra geoloji mərhələdə maketin üzərisində işləyərəkdən nə etdik? Yer kürəsini formalaşdırdıq. Təbiətdə enmələr baş verdi, qalxmalar baş verdi, vulkan püskürmələri olurdu. Nə bilim, zəlzələlər baş verirdi, tsunamilər baş verirdi və yer səthi gəldi bugünkü formasına çatdı və bu gün də bu dəyişiklik davam etməkdədir. Geoloji mərhələ bitibmi? Xeyr, bitməyib. Hələ də davam edir. Onsuz da bu davam edəcək. Bundan sonrası hələ bilmirik ki, nə olacaq. Bu belə. Planetar mərhələnin içərisində demək istədiyim bir iki dənə nə var? Burada geotermik pillə geotermik qradiyent anlayışı var. Buna toxunum. Bu düzdür. Çox istifadə etdiyimiz bir şey deyil. Buna aid müəyyən məsələlər də ola bilir. Diqqətli olaq. Deməli, geotermik pillə. Pillə də, yəni pillə deyəndə də gəlir ağlımıza. Çalışın ki, həmişə coğrafiyanı, ümumiyyətlə bütün fənləri həmişə çalışın ki, ətrafınızla uyğunlaşdırasınız, gözünüzlə gördüyünüz nə iləsə uyğunlaşdırasınız. Olar ki, o uyğunlaşdırdığınız şey kiməsə gülməli gələr və ya nə bilim yaxşı bir şey olmaz və s. Fərqi yoxdur. Uyğunlaşdırmaq lazımdır ki, qoy göz yaddaşımızdan görək biz bunu. Pillə nədir? Pillə də yəni məsəl üçün pilləkən kimi düşünürəm də. Bu da geotermik pillədir. Geotermik pillə dərinə doğru getdikcə havanın isinməsidir ki, biz burada hər 33 metrdə havanın 1 dərəcə isinməyini görə bilərik. Yəni mən əlimə bir lapatka alıb yeri aşağı doğru qazsam, getdikcə nə olacaq? Hava isinməyə doğru başlayacaqdır. Amma yuxarı qalxanda nə olur? Hava soyuyur ha. Yəni mən yer səthindən yuxarı qalxıramsa havanın soyumağını görürəm. Aşağı düşürəmsə havanın isinməyini görürəm. Yuxarı qalxanda havanın soyumasına biz termik pillə deyirik. Aerotermik və ya termik pillə deyirik biz buna. Hər 100 metrə 0,6 dərəcə nə edir? Hava soyuyur. Aşağı doğru düşən zaman isə hər 33 metrəyə 1 dərəcə hava isinir. Buna geotermik pillə adlandırırıq deyəcəksiniz. Burada bunu bilmək asandır. Geotermik pillə nə oldu? 33-ə 1 artmasıdır. Bir də var qradiyent. Qradiyent 100 metrə 3 dərəcə artmasıdır. Yəni 100 metrə 3 dərəcə artması da 3 dənə 33 deməkdir. Yəni 99-a onsuz da gəlib 3 çıxır da. Biz bunu təxminə götürürük. 100 metrə 3 dərəcə artmasını götürürük. Bu geotermik pillədə əsas düşən nədir və bizi karahtıran nə olur? Geotermik pillə harda azdır? Harda çoxdur? Belə suallar gəlir, çıxır qarşımıza. Geotermik pillə yadda qalsın ki, platformada olacaqdır çox. Belə deyək, geotermik pillə platformada nədir? Çoxdur. Geosinkronada isə azdır. Burada az olur, burada isə çox olacaqdır. Bunu necə yadımızda saxlaya bilərik? Nə deməkdir bu? Nə deyir bizə burada? Şair nə demək istəyir bizə burada? Şair burada bizə onu demək istəyir ki, pillə mənim getdiyim yoldur. Platformada çox yol gedirəm, hava isinir. Geosinkronalda az yol gedirəm, hava isinir. Bu baxımdan deyir. Gəl nəzər salaq platforma və geosinkronal anlayışına. Görək bunlar nədir? Yəqin ki, bu haqda bizim artıq məlumatımız var. Platforma yer səthinin sabit əraziləridir. Yəni tektonik hadisələrin, yəni vulkan və zəlzələnin baş vermədiyi ərazilərdir. Bunu beyninizdə düzgün bir yanaşma deyil mənim dediyim təbii ki də. Amma beyninizdə belə düşünürsünüz. Elə bil ki, platforma nüvənin söndüyü ərazidir. Geosinkronal isə nüvənin aktiv olduğu ərazi kimi düşünün ha. Geosinkronal isə tektonik hadisələrin, yəni vulkan və zəlzələnin tez-tez baş verdiyi ərazilər hesab olunurdu. Bunu belə də kim edə bilərsiniz. Məsəl üçün evdə hamımız yəqin ki var da qaz var, o yandırdığımız qaz. 4 gözlü, 2 gözlü qazlar var. Düşünün ki, bu ərazinin belə götürək, biri boş, biri doludur. Boş olan tayı qazın sönmüş gözüdür. Bu isə qazın yanan gözüdür. Eləmi? Əlimi gətirirəm, tuturam bunun üzərisində. Əlimi tutmuşam belə. Bir tərəfi yanır, bir tərəfi yanmır. Əlimi aşağı doğru endirdikcə hansı əlim daha tez isinəcək? Bir də Açamadım. sual verə bilərsiniz? Bax, qazın üzərisində əlimi tutmuşam. Bildiyimiz adi yanan qaz var ya, onun üzərisində. İki gözlü qazdır. Biri yanır, biri yanmır. Qazın bir göz yanır, bir göz yanmır. Əlimi yavaş-yavaş aşağı endirirəm. Hansı əlim daha tez isinməlidir?
Yanan tərəf değil mi? Yalan tərəfi təbii ki. Yəni bunu gedib qaz açıb yoxlaya bilərsən də ev zad partlatmayın. Hə, qaz açıb yoxlaya bilərsən ki, nədir? Əlini tutsan qazın üstündə aşağı-aşağı endirirsən, görürsən ki, hə, bu yanan tərəf nə oldu? Əlin tez isinməyə başladı. Bax görürsən nədir? Bu yanan tərəf sənin geosinkronal tərəfindir, sönmüş tərəf platforma tərəfindir. Aydın oldu? Mənim geosinkronada aşağı düşən zaman isinməyim tez oldu. Platformada aşağı düşən zaman isinməyim gec oldu. Yəni belə bir anlayışla da bunu biz deyə bilərik ki, mən geosinkronal ərazidə, məsəl üçün 20 metr gedirəm, temperaturum 1 dərəcə artır. Buna görə deyirəm ki, pillə nədir burada? Azdır. Yəni düşünün yəni ki, geotermik pillə burada 20 pillədən ibarətdir. Amma platformada mən gedirəm məsəl üçün 40 metr, 40 metrə nə olur? 1 dərəcə isinmə baş verir. Gördükmü? Burada pillə nə oldu artıq? Çox oldu. Burada biz 40 dənə pillə getdik, amma burada nə getdik? 20 dənə pillə getmiş olduq. Ya bax bu şəkildə yadımızda qalsın ki, geosinkronal ərazidə pillə az, yəni getdiyim yol azdır. Çünki ora aktivdir deyə orada tez isinir hava. Amma platform ərazisində aktiv deyil deyə, hava gec isinir deyə orada pillənin artıq çox olmağını görürük. Yəni bunu bu şəkildə bir dənə beyninizdə canlandırıb yadda saxlasanız, ondan sonra yəni bir dəfə artıq yadınızda qalacaq ki, hə, geosinkronalda pillə nə olur? Az olur, amma platformada geotermik pillə daha çox olacaqdır deyəcəksən. Planetar mərhələdən deyəcəyim zənnimcə başqa bir fikir yoxdur. Bunlardır. Bu yadda qalsın. Məsəl üçün 2,5-2 milyard il davam etmişdir. Yəni bu mərhələ yaranması, yerin planetar inkişaf mərhələsi bu qədər davam etmişdir deyə bilərsən. Sonra gəldik yerin geoloji quruluşunda isə artıq 4,5 milyard il əhatə etmiş bir dönəm idi bu dönəm. Və burada biz nəyi öyrənirik? Geoxronoloji cədvəl öyrənirik. Bu cədvəli əzbər bilmək lazımdır. Deməli uşaqlar, biz yerin geoloji inkişaf mərhələsini öyrənmək üçün nəyə nəzər salırıq? Süxurlara. Biz süxurlara baxırıq. Süxurlara görə biz müəyyənləşdiririk ki, burada hansı dövrə aid canlılar mı yaşayıb, hansı dövrlər mi olub və s. Bunu biz belə müəyyənləşdiririk. Geoxronoloji cədvəl heç də, yəni bu sizə bəlkə çətin gəlir bunu öyrənmək. Heç də bu cədvəl bundan ibarət deyil. Yəni geoloqlar bu cədvələ daha dərinlənir. Məsəl üçün biz burada arxa ilə proterozoya heç bir dövr demirik, amma onlar onu da dövrə ayırırlar da. Yəni çox dərin bir anlayışdır. Bu bizim üçün nə bilim heç bəlkə də 1%-dən ibarətdir ki, kitablara bunu verirlər bu şəkildə. Və burada biz nə edirik? Süxurların yaşını öyrənməyə çalışırıq. Süxurların yaşını öyrənməyində iki yolu var. Biri var nisbi yaş, biri var mütləq yaş. Nisbi yaş anlayışı nədir? Nisbi yaş bir-birinə nisbətən olan yaşdır. Bax, məsəl üçün, mən nə bilim, yolda iki nəfər gedir. İndi baxıram bunlara, təxminən boylarına, buxunlarına baxıram. Və ya da ki, birini tanıyıram deyək ki, tanıyıram ki, hə, burada Nur gedir, bunun 17 yaşı var. Burada da ki, nə bilim, Ceyhun gedir, bunun 20 yaşı var. Hə, deyirəm ki, hə, baxıram ki, bu 17 yaşı var. Bunun da yanında bir nəfər adam gedir. Deyirəm ki, hə, mən bu qızı tanıyıram. Bu qıza nəzərəm, bu birisi qızın da məsəl üçün olar 17 yaşı. Bax, bu nisbi yaşdır. Bir-birinə nisbətən götürdüyüm yaşdır. Nəyə sən nisbətən götürürsən bu yaşı? Dəqiq yaş deyil, bax. Dəqiq yaş artıq mütləq yaş olacaq. Hə, mütləq 100% bilirəm ki, bu qızın yaşı 17 yaşdır və ya da bu oğlanın yaşı 20 yaşdır. O mütləq yaşdır. Amma nəyisə nəzərən ölçürəmsə artıq nisbi yaşdır. Buna belə də bir yanaşma apara bilərsiniz. Deyir ki, belə bir tərif deyir nisbi yaşda. Süxurların yatım ardıcıllığına görə hesablanılan yaş nisbi yaş hesab edilir. Bir də belə bir cümlə də var. Sinif kitabları verir bunu daha çox. Deyir ki, suxurların tərkibində olan bitki və heyvan qalıqlarına görə hesablanılan yaş da şəklində verirlər. Ha, bax bu cümlə yadımızda qalsın. Biz daha çox yatım arıcılığı sözünü eşidirik. Nə deməkdir yatım arıcılığı? Belədir. Məsəl üçün, burada bir dənə qrafik çəkirəm, diaqram çəkirəm. Bunun üzərisində birini çəkirəm. Bunun üzərisində birini çəkirəm. Üzərisində birini çəkirəm. Ən birinci çəkdiyim bu oldu, eləmi? İkinci bu oldu. Üçüncü bu oldu. Dördüncü də bu oldu. İndi burada ən qədimi hansıdır? En Ən qədim qədim hansıdır burada? Bir müəllim. Bir, bəli. Ən cavandakı təbii ki, də 4 olacaq ən yuxarıda. 4.
Yəni bu nədir? Nisbi yaşdır da. Artıq 1-ə nəzərən, məsəl üçün 2 cavandır. 2-yə nəzərən 3 cavandır. 3-ə nəzərən 4 cavandır. Başa düşdük? Yəni bir-birinə nisbətən olan yaşdır. Nisbi yaşa görə biz deyirik ki, ən aşağıda yerləşən, buna aid limin testində bax bu sual var. Süxurların şəklini verirlər və deyir ki, ən qədimdən cavana doğru düzgünən süxurların yaşını, yəni nisbi yaşın artma, azalma aracılığında düz deyə sual verir. Yadda qalsın ki, ən altda yerləşən ən qədimdir. Niyə görə? Çünki birinci mən bu qrafiki çəkdim burada. Üzərisindən bunu çəkdim. Üzərisindən bunu, üzərisindən bunu. Demək burada ən qədim oldu bu. Ən cavan oldu. Hansı? Ən üstdə yerləşən. Ən altda yerləşən ən qədim. Ən üstdə yerləşən isə ən cavan suxur hesab edilir. Mütləq yaş isə biz artıq onun tərkibində olan radioaktiv maddələrə görə hesabladığımız yaşdır. Biz onları daha çox uranla falan qatırıq edirik. Uran tez parçalanır axı. Onunla qatıb edirik deyə onun tərkibindəki maddələrin tam yaşını, artıq dəqiq yaşını biz öyrənə bilirik və bunun əsasında geoxronoloji cədvəlimiz nə edirik? Tərtib edirik ki, hə, bizim geoxronoloji cədvəlimiz var və bu cədvəldə nələr var? Eonlar var, eralar var, dövrlər var. Eon, era, dövr. Bunlar nələrdir? İki eonumuz var. Fanerezoy, bir də ki, kriptoda bunu bir də çəkmirəm sxemini. Deməli, iki eonumuz var. Fanerezoy və kriptoda gəl çəkək, daha rahat olsun bizə. Aha, eon. Eon ən böyük anlayışdır. İki dənə eona ayırıram. Deməli, hansılardır? Biri, bax aşağıdan yuxarı doğru gedirəm ha. Kriptozoydur, biri isə fanerezoid eonudur. Deməli, yadda saxlayaq bunu uşaqlar. Bax, bayaq izah etdim sizə. Nisbi yaş nə oldu? Ən aşağıdakı ən qədim oldu. Ən yuxarıdakı isə ən cavan hesab olundu da. Bunu da bu şəkildə yadda saxlayın. Cədvəli də bu şəkildə öyrənin ki, səhər gün sizi karıxdırmasın. Aşağıdan yuxarı öyrənin bu cədvəli həmişə. Aşağıdan yuxarı. Çünki ən aşağıdakı ən qədimdir, ən yuxarıdakı ən cavan hesab olunacaqdır. Demək, kriptozoy, fanerozoy. İndi müqayisə etsəm, hansı daha cavandır? Deyəcəm, fanerozoy cavandır, kriptozoy isə nədir? Daha qədim hesab ediləcəkdir. Aha, kriptozoya gəldik ki, nədir? Bunun da hər bir eonun da özünün eraları var. Hər bir eraların da özünün nəyi var? Dövrləri var. Hər bir dövrün də özünün qırışıqları var. Qırışıq bizim sonra öyrənəcəyimiz bir dərsdir. Ha, kriptozoin hansıdır? Baxıram, proterozoyla bir də arxey ilə proterozoy daha doğrusu. Arxeydir, bir də nədir? Proterozoydur. Arxey deyəndə onsuz da biraz tarixdən falan ağlımıza nə gəlir? Ta qədimlər gəlir də. Yəni ən aşağıda arxey yerləşir. Ən qədimi arxeydir. Arxeydən sonra gəlsən onun üzərisində artıq proterozoya. Bu bunun eralarıdır. Fanerozoin eraları hansılardır? Deyəndə deyirik ki, ən aşağıda Paleozoy, ortada Mezozoy, yuxarıda isə nə oldu? Kainozoy. İndi müqayisə aparıram. Ən cavan hansıdır? Kainozoydur. Ən qədim hansıdır? Anazoy. Arxeydir. Başa düşdük? Arxazoy. Yəni ən Arxazoy. aşağıda yerləşən, ən aşağıda yazdığımız ən qədim, ən yuxarıda yerləşən, ən yuxarıda yazdığımız isə ən cavan dövr və ya era və ya eon hesab olunmalıdır. Kriptozoy eonunun iki dənə erası var. Bunların dövrü deyirik ki, yoxdur. Bunların dövrünü biz öyrənmirik. Niyə görə? Çünki bura biz gizli həyat adlandırırıq. Gizli həyat nədir? Niyə gizli həyat deyirik biz buna? Deyirik ki, həmin dönəmə aid olan canlı orqanizmlərin qalıqlarına rast gəlməmişik deyə buranı biz gizli həyat adlandırırıq. Yəni o dövrdə onurğasızlar yaşayıb daha çox. Onlardakı onurğasızlar qalıqları qalmır. Axı biz də heyvanları, canlı orqanizmləri sümüklərindən tapırıq ki, nə bu dövrə aid filan canlı orqanizm yaşayıb. Və bu da qalmayıb deyə, bunun onurğasından, sümüyündən, süründən, sümüyünə heç nə qalmayıb deyə biz bunu gizli həyat adlandırmışıq. Amma fanerozoid aşkar həyatdır. Onu artıq biz öyrənə bilmişik nədir, nə deyil. Onu da ona görə bir çox dövrlərə ayırmışıq. Paleozoid 6 dənə dövrü var. Hansılardır? Deməli, Kembri, Ordovik, Silur, Devon, daş kömür, bir də Perm. Daş kömürün ikinci adı da ki, karbonda adlanır. Bu da yadımızda qalsın ha. Deməli, Kembri, Ordovik, Silur, Devon, Daşkömür və Perm olmaqla 6 dənə dövr burada ayırmışıq. Mezozoin 3 dənə dövrü var. Hansılardır? Trias, Yura, Təbaşir. TYT. TYT. Trias, Yura, Təbaşir. Kaynozoin isə 3 dənə dövrü var. Paleogen, Neogen və Antropogen olmaqla hissələrə ayırmışıq.
İndi təbii ki, də bunlarda baş verən hadisələr, bunlarda nə bilim olan işlər var ki, onları biz yavaş-yavaş hamısını öyrənəcəyik. Buradan yadda qalan əsas nədir bizdə? Antropogen dövr dördüncü dövr hesab edilir. Bura dördüncü dövrdür. Paleogen, neogen üçüncü dövrdür. Mezozoin özü bütövlükdə ikinci dövrdür. Paleozoy isə bütövlükdə birinci dövr hesab olunur. Yəni bunun içərisində qədimi budur. Dördüncü dövr antropogen insanın əmələ gəlməsi, insanın əmələ gəldiyi dövr hesab edilir deyəcəksiniz. Buradan kitabda olan bəzi məlumatlar var ki, bunu hamısını əzbərləməyə ehtiyac yoxdur burada. Əsas lazım olanları mən deyəcəm sizə. Deməli, paleozoyda baş verən hadisələr var idi ki, bunlar nə idi? İlkin quru sahəsi yaranmışdı artıq. Pangeya adlanırdı. Yəni bunu bəlkə qeyd etmədik biz. Pantalasın yaranıb bitməsindən sonra təbiətdə baş verən qalxmalar əsasında ilkin quru sahəsi Pangeya yarandı. Pangeya qurusu yarandıqdan sonra artıq yavaş-yavaş o hissələrə parçalanmağa başladı. Deyirik ki, Pangeya iki hissəyə parçalandı. Lavrasiya və Gondvanaya parçalandı. Vahid Pantalas okeanının sahəsinin artıb azalması baş verdi. Bax, buradan bunları bildik, bəs edir bizə. Ha, əsas lazım olan bunlardır. Sonra Mezozoyda Lavrasiya və Gondvananın müasir materiklərə parçalanması, Pantalasın müasir okeanlara parçalanması. Bax, fikir ver. Mezozoy M ilə başlayır, müasir, müasir. Yadda qalsın ha. Harda oldu? Mezozoyda oldu. Sonra gəldik Kaynazoya, artıq dördüncü dövrün buzlaşması və Tetis okeanının parçalanması hadisəsinə oldu, baş verdi deyəcəksiniz.